Maxwell Production. Bir insanın həyatında düzgün nəsə tapmaq çox çətindir. O halda ki, bu insan ömür boyu səhv yolla gedib və bu yol xuliqanlıq, banda yolu və cinayətkarlıq olub. Əllərindən gələn hər bir şey eləyiblər ki, banda üzvləri arasında hörmətli olsunlar. Bugün biz sizinlə döyüşçülər haqqında danışacağıq. O döyüşçülər ki, MMA-yə gəlməklə öz həyatlarını xilas eləyiblər. Adlarını çəkəcəyimiz döyüşçülər hər gün kriminal aləmlə üzləşmiş, atışmalar və aclıq içində yaşamışdılar. Bu videoda çətin həyatdan qurtulmaq üçün kriminal aləmə üz tutan 10 idmançı haqqında danışacağıq. Həmin idmançıların banda həyatından necə xilas olduqları və MMA-in onların həyatına müsbət təsiri barədə danışacağıq. Hazırsınızsa başladıq. It's Maxwell on the beat. Videoya başlamamışdan əvvəl isə hər birinizi kanalımıza abunə olmağa çağırırıq. Bunun üçün aşağıdakı abunə ol düyməsinə basaraq yandakı zınqrov işarəsinə tıklayırsınız və bundan sonra kanalımıza yüklənən hər bir video haqqında məlumat alırsınız. Videonun mövzusunu bəyəndinsə like eləməyi də unutma. Barmaqlar yuxarı, başladıq. Tito Ortiz MMA dünyasının ən məşhur döyüşçülərindən biri olub. Amma onun uşaqlığı MMA aləmində olduğu kimi elə də parlaq olmayıb. Onun valideynləri narkoman olub və buna görə Tito Ortiz uşaqlıqdan Kaliforniyanın küçələrində yaşayıb. 5 yaşından bəri pivə içir, siqaret çəkirdi. 9 yaşında isə şəhərin ən məşhur bandalarından biri olan Aftrop bandasına qoşuldu. Növbəti illərdə evləri qarət edir, maşınları qaçırırdı. Bununla yanaşı nəşə çəkirdi və tez-tez bandalar arasında baş verən atışmalarda iştirak eləyirdi. Belə davam edəcəyi halda isə Tito Ortizin də sonluğu digər dostları kimi olasıydı. Artıq doza yaxud güllə yarası. Amma Tito qarışıq növ döyüşçüsü olaraq digər yolu seçdi və beləliklə UFC çempionu belə oldu. It's Maxwell on the beat. Huerta'nın uşaqlığı əsl dəhşət idi. Onun 5 yaşı olanda valideynləri ayrılmışdılar və nəticədə Huerta başqa bir ailədə böyüməli oldu. Sonradan isə ardıcıl olaraq gah içkiyə qurşanmış anası, gah da narkoman atası ilə yaşamağa başladı. Arada Huerta onun necə lazımsız bir gənc olduğunu ona hər dəfə xatırladan nənəsi və babası ilə də yaşayırdı. Və sonda hər şey ona gətirib çıxartdı ki, atası və anası ondan imtina elədi və beləliklə 11 yaşlı Huerta San Antonio küçələrində böyüməli oldu. O gah bunkerlərdə, gah da evin damında yatırdı. Bütün bunlar ona gətirib çıxartdı ki, Huerta o zamanki ən acınacaqlı bandalardan biri olan Tri-City Bombers bandasına qoşuldu. Huerta'nın narkotik alverinə görə həbsdə elədilər. Sonradan isə Huerta'nı onun ingilis dili müəlliməsi oğulluğa götürdü və onun təlim tərbiyəsi ilə məşğul oldu. Beləliklə Huerta banda aləmindən bir dəfəlik qurtuldu. It's Maxwell on the beat. UFC-nin yarı yüngül çəki ulduzu Cub Swonson'un atası onun 3 aylığında vəfat etmişdi və Swonsonu dindar həyatı yaşayan qohumlarının himayəsinə verdilər. Cub Swanson biraz böyüyəndən sonra Kaliforniyaya öz anasının yanına geri döndü və çox keçmədi ki, yerli bandalardan birinin üzünə çevrildi. Küçə döyüşləri Cub Swonsonun həyat tərzi oldu və bu cür həyat tərzi yaxşı bir nəticəyə gətirib çıxartmır. Bunun sonluğu isə belə oldu ki, Cub Swanson 17 yaşında oğurluğa görə yeniyetmələr üçün həbsxanaya atıldı, düz 2 il müddətinə. Bütün bunlara baxmayaraq Cub Swanson öz həyatını dəyişməyi bacardı. O idmana yeni başlayanda sadəcə könüllü idi və işləyirdi. Sonradan isə bütün fikrini döyüşlərə cəmlədi və UFC-nin ən uğurlu döyüşçülərindən biri oldu.
Chico hesab edir ki, 6 il müddətində Latinos'un ən təhlükəli bandalarından birinin üzvü olmaqla sağ qalmaq onun sadəcə bəxtinin üzünə gülümsəməsidir. Chico deyir ki, bizim məqsədimiz yox idi. Biz dəli idik. Mən istənilən anda istənilən bir insanı öldürə bilərdim, yaxud məni öldürə bilərdilər. Nəticədə isə Chico UFC döyüşçülərindən biri olan Anthony Pettison'la tanış oldu. Pettinson gələcəyin ulduzu idi və o UFC döyüşçüsü idi. Bir dəfə Chico ondan onun yanına gəlib bir yerdə məşq edə biləcəkləri barədə soruşdu. Cavab isə müsbət idi. Pettison onu öz zalına dəvət elədi və onlar birlikdə məşq eləməyə başladı. Chico məhz bu hadisəni həyatının ən əsas dönüş nöqtəsi hesab eləyir. Beləliklə Chico öz enerjisini daha səmərəli üsulla istifadə etməyə başladı. Ian McCall o zaman olduqca məşhur olan bir bandanın üzvü idi, Lord bandasının. Onun sözlərinə görə həmin bandada olduqca peşəkar döyüşçülər yığılmışdı. Həmin döyüşçülər isə olduqca imkanlı ailələrdən gəlmişdi. Ian McCall bildirir ki, həmin bandanın üzvləri yoldan keçən zaman istənilən insanın üzərinə səbəbsiz hücum eləməyə hazır idilər. Sonradan isə bandanın bir neçə üzvünü polis insanların üstünə təcavüz etdiyinə görə həbs elədi. Sonluq isə onların uzun müddət həbsxanada qalması ilə nəticələndi. McCall isə həmin bandadan canını qurtarmağı bacardı və dəfələrlə bu addımına görə peşman olmadığını bildirdi. This is Mixlab Production. UFC-nin yarı orta çəki çempionu heç zaman öz keçmişini gizlətməyə çalışmayıb. Bununla o göstərməyə çalışır ki, nə qədər aşağı pillədə olsan da ən uca zirvəyə qalxmaq mümkündür. Woodley hər dəfə etiraf edir ki, elə də yaxşı ailədə böyüməyib. O Missouri ştatında 4 yataq otağı olan atılmış bir evdə 15 uşaqla birlikdə böyüyüb. Tezliklə Tyron yerli bandalardan birinə qoşulur. Tyron həmçinin bildirir ki, bandada olduğu müddətdə qazandığı təcrübə onun qəfəs döyüşlərində qazandığı uğura təsir eləyir. Mən küçədə böyümüşəm, mənə atəş açıblar, məni döyüblər. Ona görə qəfəsin içində bir rəqiblə və hakimlə birlikdə döyüşmək məni eldə qorxutmur. It's mixed on the beat. Pearl Gonzalez hazırda UFC-də özünə ad qazanmaq üçün mübarizə aparır. Amma cavan vaxtlarında o bandanın daxilində idi, hansı ki zorla oradan canını qurtardı. Bir çox banda üzvlərində olduğu kimi Chicago bandaları onun ikinci ailəsi olur. Bunun səbəbi isə pis ailə tərbiyəsi idi. Onun valideynləri evsiz narkoman idilər və ona görə qızlarına heç bir şey verə bilməmişdilər. Mən 19 yaşında bandaya qoşuldum. Bildiyim yeganə həyat tərzi idi bu banda. Sonradan Pearl Gonzalez cinayət həyatından bir dəfəlik canını qurtardı. Bir neçə işdə özünü yoxlayaraq MMA aləminə baş vurdu. Bir zamanlar onu banda aləminə dartmaq istəyən balaca bacısını da özü ilə birgə apardı. It's mixed on the beat. Chicago'nun qərbində yaşayan UFC-nin keçmiş ulduzu Terry Martin 10 illik banda təcrübəsi olan bir qrupa qoşuldu. Bu bandaya qoşulmaq ona gətirib çıxartdı ki, Terry 15 yaşında ölümlə üz-üzə qaldı. Həmin hadisə zamanı iki banda arasında atışma olmuşdu və həmin atışmada Terry Martin belindən və ayağından 5 güllə yarası almışdı. Mən gözümü açanda özümü xəstəxanada gördüm. Ətrafımda isə həmin atışmada yara alan digər insanlar var idi. Nəticədə onların bəziləri gəzə bilmədi, bəziləri isə əllərini və ayaqlarını itirərək ömürlük şikəst oldular. Bütün bunlar məni düşünməyə vadar elədi. Vadar etdi ki, hər şeyi sıfırdan başlayım. Bununla da Martin öz həyatını dəyişə bildi. Nəticədə Martin psixologiya sahəsində bakalavr təhsili, tibbi psixologiya sahəsində magistr təhsili və bütün bunlarla yanaşı Adler psixologiya məktəbində doktor səviyyəsinə kimi qalxmağı bacardı. Təbii ki, UFC karyerası ilə birlikdə. On the beat. Ian McCall kimi Rob Emerson da Lord bandasının üzvü idi, hansı ki öz döyüş bacarıqlarını küçədə insanların üstünə şığımaqla, onları qorxutmaqla istifadə eləyirdi. Orange County küçələrinə biz başçılıq eləyirdik, insanların üstünə hücum eləyirdik, bandalar arasında mübahisələr olurdu. Nəticədə isə polis banda üzvlərini həbsxanaya atmağı bacardı. Ian McCall bu hadisə zamanı heç bir cəza almadı. Onun yoldaşı Rob Emerson isə 9 aylıq həbs cəzası aldı.
Həmin hadisə zamanı yanacaq doldurma məntəqəsində 2 gəncin üzərinə hücum edən 12 üzvdən biri də Rob Emerson idi. Üstündən 2 il keçəndən sonra Rob Emerson yenə 2 aylıq türmədə yatacaq. Bunun səbəbi isə kütləvi dava idi. Məhkəmə zamanı isə Rob Emerson onun həbsinin əsl səbəbinin onun peşəkar döyüşçü olması ilə əlaqələndirirdi. This is Mixlab Production. UFC-nin keçmiş döyüşçüsü Damasio Page New Mexico ştatının Albuquerque şəhərində kasıb bir ailədə anadan olub. Evdə mənim təlim-tərbiyəmlə heç kim məşğul olmadığına görə məcbur olub bandalarının birinə üzv oldum və buna görə mənim bir çox problemlərim olmuşdu. Çoxlu səhv qərarlar verərək bir çox səhv addımlar atmışam. Page tamamilə səhv həyat tərzi sürürdü. Ancaq bir dəfə onun məktəbdən qovulması ilə üzləşən bir hadisə baş verdi. Sonda isə onun fiziki tərbiyəsi ilə məşğul olan bir müəllimi onu himayəsinə götürərək həyatda ona ikinci şans verməyi bacardı. Müəlliminin isə cəmi bir şərti var idi. Damasio güləş komandasına qoşulmalı idi. Və təbii ki, Damasio bu təklifi qəbul etdi və birdəfəlik banda həyatından canını qurtardı. Beləliklə, Gec Azərbaycanın sadiq və gözəl istifadəçiləri, baxdığınız üçün hər birinizə təşəkkür edirik. Əgər videonu bəyəndinizsə, like eləməyi və videonu paylaşmağı unutmayın. Kanalımıza abunə olun ki, digər videolar haqqında məlumatınız olsun. Blogging Cage'in növbəti buraxılışı sona çatdı. Sağlam idman naminə gələn görüşlərə dək.